Bu 21 millimiz qələbə qazanmalı olduğu maçda Şotlandlarla heç-heç etdi. Bu cür şərəfsiz rəqibi buradan baş-aşağı göndərməli idi. Maç 6-cı dəqiqədə Xəyal Əliyevin möhtəşəm qolu ilə başladı. Ardınca Rüfətin əla hərəkətindən sonra Xəyal dubl edə bilmədi. 33-cü dəqiqədə rəqib hesabı bərabərləşdirdi. 37-ci dəqiqədə Hikmətə qarşı kobudluğu Qıyıqgöz Qubbi görməzdən gəldi. Hissənin sonlarında şərəf yoxsulu rəqib hesabda önə çıxdı. Qolun əvvəlində Xəyalın hərəkətinə sarı verən Qıyıqgöz Qubbi ona qarşı kobudluğa yenə göz yumdu. 47-ci dəqiqədə Meybudə Rüfət Abbasovu öpmək istəyirdi ki, futbolçumuzun Qafqazlı damarı imkan vermədi. İkinci hissə başlayan kimi Xəyalın fəallığı rəqibə qırmızı aldırdı. Ardınca Hikmətin cərimə zərbəsi penaltı gətirdi ki, Xəyal bu dəfə dəqiq olaraq qapıçının içində qoydu. 63-cü dəqiqədə Rəşad Eyyubovun 2 əvəz etməsi bizi hesabda önə keçirdi. Murad Məmmədovun asistini Şahin İbrahimov möhtəşəm zərbə ilə qola çevirdi. Artırma dəqiqələrində şərəfini evdə unudan şotlandlı gənclər hesabı bərabərləşdirdi. Bu epizodda da Eminə qarşı kobudluğu hakim kor gözləri ilə görməzdən gəldi. Gənclərə hər şeyə görə təşəkkür edirik, amma 9 nəfərlə qalan rəqibi niyə pressinqlə boğmursuz axı? Yenə də qələbə istəyimiz ürəyimizdə qaldı. Bəs sizcə bu 21 millimiz gələcək oyunlarda qələbə qazana biləcəkmi? Fikirlərinizi şərhlərə yazın.